Qəzzada atəşkəs prosesi yaxşı nəticə verəcək və bölgədəki bütün ölkələr planı dəstəkləyir. Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən belə deyib. Jurnalistlərdən birinin Qəzzadakı yenidən qurma prosesində Fələstinlilərin zorla köçürülməyəcəyi ilə bağlı sualına 47-ci lider belə cavab verib. Xeyr, bunun əksi, heç kim zorla köçürülməyəcək. Bizim belə bir planımız yoxdur. Bu, böyük plandır, sülh planıdır və hamının dəstəklədiyi bir strategiyadır. Amerika Birləşmiş Ştatları prezidenti hesab edir ki, Qəzza zolağı yaşayış üçün hazırda yararsızdır, lakin gələcəkdə regionun zəngin ölkələrinin iştirakı ilə yenidən qurulacaq. 100%, 150%. Hazırda Qəzza yaşayış üçün yararsızdır, dəhşətli vəziyyətdir. Heç kim belə bir şey görməyib. Biz insanlar üçün daha yaxşı şərait yaradacağıq. Qəzza zamanla yenidən qurulacaq. Dünyanın bu hissəsindəki bəzi ölkələrin böyük sərvətləri var. Sahib olduqlarının kiçik bir hissəsi Qəzza üçün möcüzələr yaradacaq. Düşünürəm ki, bəzi yaxşı ölkələr addım atacaq, çoxlu pul yatıracaq və problemləri həll edəcək.